Elə bir süni intellekt aləti təsəvvür edin ki, bu alət videolar, podkastlar, slaytlar, testlər hazırlaya bilir və bunları ödənişsiz şəkildə həm də Azərbaycan dilində edir. Söhbət Google-a aid olan Notebook LM-dən gedir. Bu süni intellekt aləti həqiqətən möhtəşəmdir və sizin işlərinizi ciddi şəkildə asanlaşdıracaq, məhsuldarlığınızı artıracaq. Bu süni intellekt alətindən tələbələr, şagirdlər, müəllimlər, sosial media üçün məzmun yaradanlar, öz işini asanlaşdırmaq istəyən hər kəs istifadə edə bilər. Mən sizə qısa şəkildə bu videoda Notebook LM-i tanıdacağam və bir praktiki iş üzərində bu alətin nə qədər möhtəşəm olduğunu göstərəcəm. İndi ekranı sizlə paylaşıram və bir nümunə üzərində Notebook LM-in nə qədər faydalı olduğunu birlikdə gözdən keçirəcəyik. Deməli, hal-hazırda siz Notebook LM-in ana səhifəsini görürsünüz. Siz sadəcə olaraq burada Gmail hesabınızla qeydiyyatdan keçə bilərsiniz. Və təkrar qeyd edirəm, Notebook LM-də bugün sizə göstərəcəyim hər şey ödənişsizdir. Ödənişli hesab da var təbii ki, ödəniş eləyərək daha çox faydalana bilərsiniz bu süni intellekt alətindən. Amma yenə deyirəm, bugün baxacağımız hər şey ödənişsiz versiyada mövcuddur. Deməli, baxın, siz bunu öz işinizə uyğunlaşdırarsınız. Mən öz işimlə bağlı danışacağam. Mənim dərslər zamanı keçdiyim bir mövzu var. Fərdi kompüterin texniki təminatı adlı bir mövzudur. Bunu mən təlimlərdə dövlət qulluqçularına, magistrlara, informatika müəllimlərinə də keçirəm, abituriyentlərə də lazımdır. Burada əzbərlənəsi çoxlu anlayışlar var və bir çox hallarda görürəm ki, bu mövzunu öyrənməkdə çətinlik çəkirlər. Baxın, bugün mənim məqsədim nədir? Notebook LM vasitəsilə bu mövzu ilə bağlı bir video hazırlamaq, bir podcast hazırlamaq, test hazırlamaq və bunların necə hazırlandığını sizə göstərəcəm, bir də ən axırda nəticələri göstərəcəm. Gəlin başlayaq. Deməli, Notebook LM-in ana səhifəsinə daxil olursunuz. Sadəcə Google notebooklm.google.com yazmağınız yetərlidir. Bundan sonra sizi belə bir səhifə qarşılayacaq. Növbəti mərhələdə, baxın, aşağı hissədə yeni not dəftəri oluşdur deyir. Bunun üzərinə klikləyirsiniz. Və bundan sonra belə bir pəncərə sizi qarşılayacaq. Mən hal-hazırda nədən istifadə edəcəm? Baxın, YouTube kanalımda fərdi kompüterin texniki təminatı ilə bağlı 2 dənə video var. Bu videoları atacağam, mənbə olaraq bu videolardan istifadə eləsin. Bir də, baxın, mövzu ilə bağlı belə bir PDF var. Belə bir material var. Bir də testlər var Word formatında. Bax, bunların hamısını Notebook LM-ə yükləyəcəm, verəcəm və bunun üzərində mənə video və digər bir çox şey hazırlamasını istəyəcəm. Başlayırıq. İlk öncə YouTube videolarından başlayaq. Baxın, mövzu böyük mövzu olduğuna görə 2 hissəli video hazırlamışam, YouTube kanalımda var. Burada 3 nöqtənin üzərinə gəlirəm, paylaş deyirəm, linki kopyala deyirəm və Notebook LM-ə gəlirəm. Aşağı hissədə baxın, bağlantı hissəsində YouTube yazılan bir yer var. YouTube-un üstünə vururam, linki bura Ctrl-V ilə yapışdırıram və əlavə et deyirəm. Gördüyünüz kimi sol tərəfdə artıq videonu əlavə etdi. Videonu əlavə edən kimi analiz edir. Baxır görək bu videoda mən nədən danışmışam, hansı məlumatlar var. Və qısa şəkildə burada sizə video nə ilə bağlıdır, onu yazacaq. Aparat təminatı, kompüterin quruluşu və iş prinsipi. İndi keçirəm növbəti mərhələyə. Videonun ikinci hissəsi budur. 3 nöqtənin üzərinə vururam, yenə paylaş deyirəm, kopyala deyirəm, qayıdıram geri. Baxın, sol tərəfdə yuxarı hissədə qaynaq eklə hissəsi var. Bunun üstünə vururam, YouTube-u seçirəm. Ctrl-V vasitəsilə linki yapışdırıb və əlavə et deyirəm. İkinci mənbəni də bura gördüyünüz kimi əlavə etdi. Və daha sonra yenə qaynaq eklə deyirəm. Orta hissədə qaynaq yüklə hissəsi var. Kompüterinizdə olan hər hansı faylları əlavə etməyinizi təmin edir. Bunun üzərinə vururam. Buradan texniki təminat adında qovluqdaydı bu məlumatlar. Bunların hər ikisini seçirəm. Open deyirəm və gördüyünüz kimi bunlar da artıq əlavə olunur. Materiallarımız hamısı əlavə olunur və materiallar əlavə olunduğu andaca elə birbaşa süni intellekt bunların hamısını analiz edir. Hal-hazırda videolarda nələrdən söhbət gedir, PDF materialda nə var, artıq süni intellekt, Notebook LM bunların hamısını bilir. Orta hissədə söhbət bölməsi var, çox maraqlı bir bölmədir. Təsəvvür edin ki, öz işinizlə bağlı 100 səhifə, 200 səhifəlik bir PDF buna yüklüyorsunuz və nə isə soruşursunuz oradan. Məsələn, belə bir şey edəcəm mən. Nə yaza bilərəm bura? Yazacağım xarici yaddaş qurğuları hansılardır? Xarici yaddaş qurğuları hansılardır yazdım. Buradakı ox və ya enter düyməsi vasitəsilə mən enter ilə göndərdim. Və materialları, faylları axtarır, videoları analiz edir. Mənim ona verdiyim materiallar əsasında başlayacaq mənə cavablar verməyə. Baxın, hard disk, SSD, USB flash yaddaş, CD, CD-nin növləri ROM, RW, disket.
Onlar haqqında məlumatlar verir və hətta misal üçün SSD haqqında hardan götürüb məlumatları, bax burada nömrələyib materialları, hansı materialdan nə götürüb və s. Bunun üzərinə gəlib buradan belə daha detallı şəkildə oxuya bilərsiniz. Bax bunu videodan götürüb. Məsələn, bunu nereden götürüb? Yenə videodan götürüb. Videodan və ya PDF-dən materialları əldə edir və sizə göstərir. Belə, indi isə gəlirik əsas məsələyə, sağ tərəf, studiya hissəsinə. Burada videodan tutmuş bir çox səsli özətlər və s. zehin xəritəsi çox maraqlı şeylər yarada bilərsiniz. Bunları indi mən sizə hissə göstərəcəm. Amma burada vacib bir məsələ var. Siz bunların hamısını yarat deyə bilərsiniz. Bir təxminən 10-15 dəqiqə gözləməli olursunuz. 10-15 dəqiqə ərzində bu pəncərəni bağlaya da bilərsiniz. 10-15 dəqiqə ərzində gözləyirsiniz, sonra bütün hər şeyi, sizin istədiyiniz şeyləri hazırlayır, sizə təhvil verir. Deməli, buradakılar 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə obyekt yarada bilirsiniz. Birinci səsli özət. Bu bizim podkast olaraq bildiyimiz anlayışdır. Bu qələmin üstünə vurursunuz. Açılan pəncərədə bax seçimlər verir sənə. Bu podkast nə formatda olsun? Ayrıntılı incələmə deyirəm, bunu seçirəm. Aşağı hissə önəmlidir. Bax, dil hissəsi. Azərbaycan dilində olsun. Yəni danışıq Azərbaycan dilində olsun. Azərbaycan dilində səsləndirilsin. Bəs podkastın uzunluğu qısa yoxsa varsayılan? Qısa desəz, qısa şeylər sizə verəcək. Varsayılan hissəsinin üzərinə vururam. Yapay zəka sunucuları bu bölümdə nəyə odaklansın deyir. Sən bunu yönləndirə bilərsən. Deyə bilərsən maarifləndirici olsun, əyləncəli olsun, zarafatlar eləsinlər və s. Nə istəyirsən burada yazırsan Azərbaycan dilində və bundan sonra ürət düyməsini vurursan. İndi mən bu ürət düyməsini vurmayacağam, çünki bunların hazırlanması dediyim kimi 10-15 dəqiqə vaxt aparır. Buradakıların hamısını sizə hissə göstərəcəm, sonra isə nəticələrə keçəcəm. Daha sonra gəlirəm burada video hazırlama bölməsinə. Üstünə vurmayın, bu qələmin üzərinə vurun ki, bu seçimlər qarşınıza çıxsın. Sağ tərəfdə özət, qısa bir video hazırlaya bilər, sol tərəfdə isə ayrıntılı video hazırlaya bilər və dili yenə Azərbaycan seçirsiniz. Buradan stillər var. Məsələn, baxın, avtomatik seçə qoysaz, siz nə ilə bağlı bir material hazırlayırsınız, onu müəyyənləşdirir. Təhsilə bunlardan hansı uyğundursa, onu seçir. Amma özəl deyib, özünüz ona təlimatlar verə bilərsiniz. Klassik seçə bilərsiniz, bəyaz taxta seçə bilərsiniz. Burada animə və s. var. Məsələn, uşaqlar üçün nəsə hazırlayırsınızsa, sulu boya deyə bilərsiniz. Və yaxud da dediyim kimi, avtomatik seç deyirsiniz ki, özü mövzunu analiz edib ona uyğun şəkildə müəyyənləşdirsin ki, hansı tema daha yaxşıdır. Yapay zəka sunuculara nəyə odaklansın? Yenə maarifləndirici olsun, əyləncəli olsun, belə şeylər deyə bilərsiniz. Bunu bağladım. Zehin xəritəsi, Main Maps. Bu maraqlı bir xüsusiyyətdir. Yenə bunun üzərinə vuranda avtomatik hazırlamağa başlayır. Burada qələm işarəsi yoxdur, yəni seçimlər edə bilmirsiniz. Raporlar sizə hesabat verir. Bu raporların içərisində çox fərqli şeylər var. Məsələn, müəllimlər dərsin necə qurulacağını buradan rapor olaraq götürə bilər. Şagirdlər mövzu ilə bağlı bir hesabat ala bilər və asan formada hesabatlar üzərindən mövzunu öyrənə bilər. Bax, siz bunu vuranda o nə edir? Süni intellekt vasitəsilə sənin yüklədiyin məlumatları analiz edir və sənin üçün uyğun hesabatlar ortaya çıxardır. Məsələn, açıqlayıcı mətn. Yeni öyrənməyə başlayırsansa bu mövzunu, bunu seçə bilərsən. Kavram kartları, yəni burada olan anlayışları sənə izah eləsin. Eğitim materialı. Sən kiməsə bunu izah eləmək istəyirsən, müəllimsən, eğitim materialı yarat deyə bilərsən və kapsamlı rapor, ətraflı bütün materialları, hər şeyi analiz eləsin. Hər hansı birinin üzərinə vurursunuz və başlayır hazırlamağa. X-i vurdum. Daha sonra burada bilgi kartları var, bu flash kartlar var, iki üzlü kartlar. Arxa tərəfində sual, ön tərəfində cavab olur. Onları hazırlamaqdan ötürüdür. Yenə burada kartların sayı ilə bağlı seçim eləyə bilirsiniz. Daha az, standart və ya daha çox kart olsun deyirsiniz. Çətinlik dərəcəsi asan, orta və çətin olaraq seçə bilirsiniz və onu yönləndirə bilirsiniz. Əgər bir neçə mövzu varsa materialda, konkret olaraq mövzu adı yaza bilərsiniz ki, ancaq bu mövzu ilə bağlı kartları hazırla. Kartlar çox maraqlıdır. Test hazırla deyə bilərsiniz. Məsələn, mövzunu öyrənmişsiniz, özünüzü yoxlamaq istəyirsiniz və ya şagirdləriniz üçün test hazırlamaq istəyirsiniz. Yenə bu qələmin üstünə vurdunuz, testi özəlləşdir gəlir. Az olsun, standart olsun, daha çox olsun. Çətinlik dərəcəsini seçirsiniz. Əgər bir neçə mövzu varsa, ona mövzunun adını verə bilərsiniz ki, ancaq bu mövzu ilə bağlı olsun. Və sonra ürət deyirsiniz, başlayır testləri hazırlamağa. İki dənə burada beta versiyalar var. Bunlar xəta verə bilər hələ ki, çünki üzərində iş gedir. Yəni ki, mən videonu dekabrın 5-i çəkirəm. Yəni ki, bir neçə gün ərzində buradakı beta yazılarını götürəcəklər. Yəni, hər hansı bir xidməti yeni əlavə eləyəndə üstünə beta yazırlar. Bu o deməkdir ki, bunlar xəta edə bilər. İnfografik sənin verdiyin materiallarla bağlı görüntülü nəsə bir şey hazırlayır. Yəni, görüntü üzərində məlumatları verir sənə və slayd deyəndə isə slaydlar hazırlayır. Deməli, buradan qələmin üzərinə vurub yenə yazıların hansı dildə olacağını seçə bilərsiniz. Bunun yatay, dikey, kare. Bu, misal üçün, yatay YouTube formatıdır. Yəni, eninə olsun.
Dikey olsa Instagram Reels videolarının ölçüsünə uyğun olacaq. Kare olanda hansı ki Instagramda şəkil paylaşırsınız, birin birə şəkillər o ölçüdə olur. Eni uzunu kvadrat kimi olur da, yəni qısaca. Standart yatay olaraq daha yaxşı görünür və ayrıntı, yəni qısa məlumat versin standart və ya detallı məlumat versin. Detallı məlumat versin desəz çox yazılar və şəkillər yerləşdirəcək ora. Hər hansı birini seçirsiniz və misal üçün hansısa rənglərdən istifadə edə bilərsiniz mövzuya uyğun olaraq. Xoşladığınız rənglər və ya hansısa bir mövzunu araşdırırsınızsa ona uyğun rənglər seçə bilərsiniz. Və slide sunucusu hissəsinə gəlirəm, qələmin üstünə vururam. Burada PowerPoint hazırladığınız kimi təqdimatların daha professional formasını hazırlayır sizin üçün. Ayrıntılı, yəni detallı bir təqdimat və ya sunucu slaydları bu qısa olur. Qısa təqdimat hazırlasın deyə bilərsiniz. Hər hansı birini seçirsiniz. Buradan yenə də uzunluğu qısa varsayılan seçirsiniz. Dili Azərbaycan dilində seçirsiniz ki, təqdimatın üzərində yazılar Azərbaycan dilində olsun. Və oluşturmaq istədiyiniz slaydlarla bağlı açıqlama yaza bilərsiniz. Deyə bilərsiniz ki, əyləncəli olsun. Deyə bilərsiniz ki, mən bunu tutaq ki, aşağı yaş qrupu şagirdlər, uşaqlar üçün hazırlayıram. Biraz daha onların yaşına uyğun olsun, maarifləndirici olsun və s. əyləncəli olsun, zarafatlar elə və s. Belə bir onu yönləndirə bilərsiniz. Sonra isə ürət deyirsiniz və başlayır bu obyektləri hazırlamağa. İndi baxın, bu obyektlərin hazırlanması bayaq dediyim kimi 10-15 dəqiqə çəkə bilər. Amma əgər siz obyektləri hazırlanma komandasını vermişsinizsə, bu səhifəni açıq saxlamağınıza, gözləməyinizə ehtiyac yoxdur. Gedirsiniz və müəyyən bir müddətdən sonra gəlirsiniz. Baxın, bu materiallar əsasında mən obyektlərin hamısını hazırlamışam əvvəlcədən vaxt getməsin deyə. İndi nə edəcəm? Sol tərəfdə görürsünüz, notebook eləmin ikonu var. Bunun üzərinə vururam və əvvəlcədən hazırladığım materiallar bax buradadır. Kompüterin aparat təminatı. Bunun üzərinə vururam və baxın, sağ tərəfdə artıq hər şey mənə göstərir. Bayaqçılarda da hazırla desəydim əgər, bir 10 dəqiqə keçəndən sonra təxmini olaraq hər şeyi burada görərdim. Ən maraqlı olanından başlayaq, video. Azərbaycan dilində mükəmməl olaraq danışır, yəni bu sizi böyük ehtimal ki, təəccübləndirəcək. Baxın, kompüterin aparat təminatı. Gəlin bunu işə salaq. Salamlar. Bugün kompüterin içinə, yəni onun rəqəmsal bədəninə bir səyahətə çıxırıq. Gəlin görək, bu bədənin orqanları hansılardır və birlikdə necə işləyirlər? Yaxşı, yol xəritəmiz belədir. Əvvəlcə kompüterin nə olduğunu, onun bədənini və ruhunu anlamağa çalışacağıq. Sonra sistem blokundakı həyati orqanlara baş çəkəcəyik. Biraz qabağa çəkəcəm. Videonun uzunluğu 6 dəqiqə olmalıdır. Sadəcə nə qədər keyfiyyətli olduğunu görün istəyirəm. Toxunduğumuz qutudan, monitordan ibarətdir. Amma əslində o iki fərqli dünyanın mükəmməl birliyidir. Biri olmadan o birinin heç balaca bir çipdir. Yəni, bu sadəcə vacib hissələri qoruyan bir keysdir. Tura və siçan vasitəsilə ona toxunuruq. Mikrofonla səsimizi çıxar var, onlar isə istiliklə işləyir. Amma təbii ki, ən əsas çıxış qurğusu bizim rəqəmsal dünyaya açılan pəncərəmiz, yəni monitordur. Onun keyfiyyəti isə əsasən iki göstərici ilə müəyyən olunur. Diaqonal ölçüsü və ekrandakı nöqtələrin, yəni piksellərin sayı. Nə qədər çox piksel, o qədər də detallı görüntüləməkdir. Artıq demək olar ki, hər şeyi öyrənişlərimizi təmin edir. Beləliklə, rəqəmsal bədən... İndi baxın, videonu yekunlaşdırır. Yekunlaşdıran hissədə də yaxşı bir bağlanış edir. İstəyirəm ki, buranda sizə göstərim, sonra keçərik digər obyektlərə. Nə olan səyahətimiz sona çatdı. Amma bir düşünün, bir vaxtlar otaq boyda olan bütün bu hissələr indi cibimizdəki telefona sığışır. Bəs sizcə, 10 il sonra kompüterlərin bu orqanları necə olacaq? Bəlkə heç görünməyəcəklər, bu artıq gələcəyin mövzusudur. Belə, gördüyünüz kimi çox möhtəşəm bir videonun bağlanışını da elədi. Video 6 dəqiqə 1 saniyə, təxminən 6 dəqiqəlikdir. Mən bunun ödənişsiz versiyasını istifadə edirəm. Ola bilər ki, ödənişli versiyada daha uzun videolarda hazırlayır. İndi baxın, yuxarı hissədən studio hissəsinə qayıdıram. Digər mənim çox xoşuma gələn bir şey podcast xüsusiyyətidir. Podcast xüsusiyyətində 2 nəfər mövzu ilə bağlı müzakirə aparır. Gəlin buradan da biraz dinləyək. Baxın, deməli 17... Yəni operativ... Bunu başa çəkəcəm. 17 dəqiqə 18 saniyəlik bir podcast hazırlayıb. Mən bundan çox istifadə edirəm. Misal üçün, mən işə piyada gedib gəlirəm və təxminən 20-25 dəqiqəlik yolum var. Normalda hər hansı bir mövzu mənə maraqlıdırsa, süni intellektlə bağlı, başqa sahələrlə bağlı, həmin mövzu ilə bağlı internetdən materialları atıram bura, podcastı hazırladıram. Təxminən 15-20 dəqiqə arası bir podcastlar hazırlayır və daha sonra, baxın, burada paylaş düyməsi var. Endirib
WhatsApp vasitəsilə atıram telefona. Gedəndə də qulaqlıqlar vasitəsilə qulaq asasa yolda gedirəm. Çox maraqlı olur və çox keyfiyyətli nəticələr əldə etmək mümkün olur. Gəlin biraz qulaq asaq. Baxın, iki nəfərin söhbət edir və həqiqətən tonlamalara, vurğulara fikir verin. Çox gözəl səs tempi var. Təsəvvür edin ki, yeni bir kompüter almısınız. Qutudan çıxaranda belə parlaqdır, təzədir. Amma o qutunun içində, o metalın, plastiğin altında əslində nə baş verir? Hə, Bəziləri, bilirsiniz, ildırım sürəti ilə işləyir. Bəziləri isə sanki sadə bir sənədi açmaq üçün əbədiyyət qədər gözlədir adamı. elədir, elədir. Bir kompüteri sürətli, digərini isə yavaş edən o sirli qüvvə nədir? Bütün o gigahertzlər, RAM, SSD Bəli, bu terminlər. bəzən adamı çaşdırır, bir labirint kimi görünür. Tamamilə haqlısınız. Bu bir çox insanın üzləşdiyi bir şeydir. Amma əslində Məncə mahiyyəti başa düşdünüz. İndi 17 dəqiqə hamısını təbii ki, dinləyə bilmərik. Video çox uzanar. Ona görə biraz qabağa çəkək. Növbəti hissələrdən də bəzi yerlərinə qulaq asaq. heç bir hərəkət yoxdur. Və aralarındakı əsas fərq də yəqin ki, bu mexaniki quruluşdan qaynaqlanır. SSD-lər qat-qat sürətlidir. Bəli, Kompüterin bir neçə saniyəyə açılmasının, proqramların cəld işə düşməsinin səbəbi məhz budur. Deməli, aydındır ki, SSD hər cəhətdən daha yaxşıdır. Bugün ümumiyyətlə HDD almaq üçün bir səbəb qalıbmı? sürət və dözümlülük baxımından o masada bir yer tutur. Yer dolu qurğulardır. Müasir SSD-lər, Solid State Drive isə tamamilə fərqlidir. Onlarda hərəkətli hissə yoxdur. Ay sağ ol. Onlar USB Edən qurğu giriş, kompüterdən xaric edən isə çıxış qurğusudur. tamamilə doğrudur. Gəlin bəzi klassik nümunələrə baxaq. Giriş qurğuları arasında şah əsərlər, təbii ki. Klaviatura və siçan. Əlbəttə, bunlar bizim əmrlər Belə, burada saxlayıram. Bu podcast xüsusiyyətidir. Yəni, mövzunu təkrar eləmək üçün önəmli bir şeydir. Mən burada hazırladığım materialların hamısını şagirdlərimə göndərəcəm. Yəni, bu mövzunu öyrənməkdə çətinlik çəkirlər. Məncə bu video, podcast onların işinə xeyli dərəcədə yarayacaq. Amma daha möhtəşəm bir şey göstərəcəm indi sizə. Bu zehin xəritəsidir. Zehin xəritəsi mövzunun bir növ skeletini sizə göstərir, təməlini sizə göstərir. Gəlin buradan zehin xəritəsini tapaq. Baxın, aşağıdadır. Bunun üzərinə vururam. Elə tam ekran açıldı gördüyünüz kimi. Və bir saniyə, burada arxa planda səs qalıb, onu bağlayaq və yenidən keçək ki, bunlar bir-birlərinə mane olmasınlar. Belə, baxın, kompüterin aparat təminatı, hardware yazıb və alt başlıqlara bölüb bunu. Təməl anlayışlar, kompüterlərin təsnifatı. Məsələn, nə lazımdır mənə və ya bu mövzunu öyrənmək istəyən şəxsə? Kompüterin təsnifatı lazımdır. Baxın, bu mövzu ola bilər ki, kimlərsə üçün maraqlı olmasın. Başqa özünüzə aid olan mövzularda bunu eləyə bilərsiniz. Yəni, sizə aid olan, sizə maraqlı olan mövzularda, öyrənmək istədiyiniz mövzularda və ya öyrətmək istədiyiniz mövzularda. Deməli, kompüterin təsnifatının üzərinə vururam və gəldi, baxın, fərdi kompüterlər, xüsusi kompüterlər, elektron hesablama maşınları. Yaxşı, fərdi kompüterlər nədir? Bunu bilmək istəyirəm. Baxın, burada ox işarəsi var, bunun üzərinə vururam. Fərdi kompüterlər masaüstü, kompüterlər, notebooklar, planşetlər, ovucusu kompüterlər, monobloklar, mini kompüterlər olmaqla bölünür. Bunu yenidən geri qaytara bilərsiniz. Bax, bu şəkildə. Və baxaq görək, başqa burada nə var? Məsələn, köməkçi qurğular, periferiya qurğuları. Bunun üzərinə vurdum. Xarici yaddaş qurğuları, giriş qurğuları, çıxış qurğuları, giriş-çıxış qurğuları. Bilmək istəyirəm ki, mövzuda giriş-çıxış qurğuları hansılardır? Bunun üzərinə vururam və sensorlu monitor, modem, şəbəkə kartı və çox funksiyalı qurğular burada qeyd edilib. Və yaxud da tutaq ki, xarici yaddaş qurğularını görmək istəyirəm, bunun üzərinə vururam. Bunların funksiyası saxlamaq və daşımaqdır deyir. Və hard disk gördüyünüz kimi SSD-lər, CD-lər və USB flash yaddaş qurğusu, disket bunlarla bağlı məlumat verir. Və eyni formada giriş qurğuları, çıxış qurğuları bunlara da baxa bilərsiniz. Həmçinin bunlardan hansısa bir hissə, tutaq ki, şagird bunu öyrənmək istəyir, nə yadından çıxır onun? Tutaq ki, köməkçi qurğular, periferiya qurğularını öyrənmək istəyir və yaxud da kompüterin əsas hissələrini öyrənmək istəyir, kompüterlərin təsnifatı. Buradan da fərdi kompüterləri öyrənmək istəyir. Bax, bunun üzərinə vurur və bundan sonra sağ tərəfdə endir düyməsi var. Şəkil olaraq bunu endirib, telefonda istənilən vaxt baxa bilər. Yəni, üzərinə vuraq, şəkil açılsın. Tam ekran böyüdək. Baxın belə. İndi əsas şagirdin istədiyi şey nə idi? Fərdi kompüterlərin növlərini öyrənmək. Yaxınlaşaq buna. Baxın, keyfiyyətlə kifayət qədər yaxşıdır. Yəni, telefonda bunu yaxınlaşdırıb baxa bilər. Düzdür, bu interaktiv deyil artıq, işləmir. İnteraktiv olaraq işlədə bilməsi üçün notebook eləmə girməlidir. Mən ona link göndərməliyəm.
və həmin link vasitəsilə burada necə ki mən bunun üzərində işləyirəm, həmin formada işləyib baxmalıdır. Belə, bunları yığdıq bir yerə və bağlayaq. Və yenə studiyaya keçdik. Bu arada yuxarı hissədə paylaş düyməsi var. Bunun üzərinə vursaz, oradan link götürsəz və şagirdlərinizə göndərsəz, bu materiallardan onlar da istifadə edə biləcəklər. Və zehin xəritələrinə baxdıq. Raporlar, hesabatlar. Hesabatlar çox maraqlıdır və önəmlidir. Sürətli şəkildə bu hesabatlara da baxaq. 2 dənə hesabat yaratmışam. Biri yeni başlayanlar üçündür. Tutaq ki, bu mövzunu kimsə öyrənmək istəyir. Yəni fərz edin ki, kitab yazanda mövzu necə kitabda olacaqsa, bax o formada sizə məlumat verir. Burada gördüyünüz kimi kompüterin aparat təminatı yeni başlayanlar üçün. Kursoru bura qoyub başlığı dəyişə bilərsiniz və aşağıdan başlayır, məlumatları verir. Kompüter nədir, əsas növləri nələrdir və s. Baxın cədvəllər və s. yerləşdirib bura başlıqlarla hər şeyi hissə detallı formada izah edir. Təbii ki, siz bunu daha maraqlı bir formata gətirə bilərsiniz. Baxın, kopyala düyməsi var. Kopyalayırsınız, Word-ə atırsınız, PDF şəklinə çevirirsiniz, göndərirsiniz şagirdlərinizə. Daha rahat öyrənə bilsinlər deyə. Və ya təbii ki, şagirdlərin özləri bunu eləsə daha maraqlı olar. Materialları mən yüklədiyim kimi yükləyib hazırlaya bilərlər. Onsuz da bu ödənişsiz bir xidmətdir. Və yenə studiyaya qayıdıram. İndi isə daha professional olan format, bax bu dərs planıdır. Müəllim dərsi necə keçməlidir? Müəllimin özü üçün yarada biləcəyi bir plan burada mövcuddur. Kompüterin aparat təminatı dərs planı deyir. 1. Dərsin ümumi məlumatları 1.1 giriş, 1.2 plan cədvəli. Bax, çox detallı şəkildə tam müəllimlərə uyğun formatda burada hər şeyi hazırlayıb və dərs planı verib, ardıcıllığı verib, yəni buradakı ardıcıllıqla mövzunu tədris eləmək mümkündür. Studiyaya qayıdıram yenə və raporlara baxdıq və çox əyləncəli, maraqlı olan bu bilgi kartları hissəsinə gəldik, çatdıq. Buradan bilgi kartlarını tapaq. Bax, üstünə vururam, yaddaş kartları və tam ekran bunu böyüdək, daha maraqlı görünsün deyə 86 dənə kart hazırlayıb mövzu ilə bağlı. Deməli, nə deyir? Baxın, kompüteri təşkil edən bütün fiziki qurğular ümumi olaraq hansı terminlə ifadə olunur? Hansı terminlə ifadə olunur? Bu texniki təminat və ya hardware. Baxırıq, aparat təminatı, texniki təminat və ya hardware. Əgər bunu bilmirsə, şagird açıqla deyə bilər. Və açıqlanın üzərinə vuranda qayıdacaq bu ortada söhbət hissəsi var idi. Sizə göstərmişdim bayaq söhbət hissəsinə və avtomatik materialları analiz edib bu hardware aparat təminatı nədir? Bununla bağlı məlumat verəcək. Bu biraz vaxt alır. Gəlin yenidən bunu ana ekrana keçirək və davam edək. Bax, sağdakı ox vasitəsilə keçə bilirsiniz növbəti hissəyə. Kompüterin düzgün işləməsi üçün aparat təminatı qurğular ilə yanaşı nəyə ehtiyacı var? Proqramlara ehtiyacı var da, yəni. Və üstünə vurursunuz, çevirir proqram təminatına. Və davam edirsiniz. İlk yaradılan kompüterlərə verilən ümumi ad nə idi? Elektron hesablama maşınları idi. Məsələn, şagird özünü yoxlayır. Elektron hesablama maşınları, EHM-lər. Və açıqla deyib yenə də açıqlamasını təmin edə bilərsiniz. Belə 86 dənə kart var. Bunları endirəndə bir işə yaramır. Ancaq onlayn formatda, bu formada şagirdlər bundan istifadə edə bilər. Dediyim kimi, bu paylaş düyməsi vasitəsilə linki göndərsəz onlara, sadəcə olaraq eləməli olduqları şey notebook eləmdə qeydiyyatdan keçmək, sonra da həmin linkə keçirlər və buradakı materialları görə bilirlər. Təbii ki, ən yaxşısı özlərinin araşdırma aparması olar. Özləri araşdırsınlar və öyrənsinlər. YouTube videoları açsınlar, materiallar açsınlar. İndi YouTube'da bir çox mövzuların izahı var onsuz da. Mənim videolarım, başqa videolar, məsələn, tarixlə bağlı videolar tapsınlar, istifadə eləsinlər və s. Biraz əvvəl buna verdiyimiz sualı artıq cavablandırıb. Gördüyünüz kimi sol tərəfdə yazılı formada ümumi məlumatlar da verib bizə. Və bilgi kartlarına baxdıq. İndi növbə gəlib çatdı test məsələsinə. Deməli, buradan gəlin testləri tapaq. Aşağı tərəfdə gördüyünüz kimi testlər var. Üstünə vurdum. Bunu da tam ekran böyüdəcəm, daha rahat görə bilməyimiz üçün 25 dənə sual hazırlayıb gördüyünüz kimi. Kompüterin fiziki hissələrini, yəni toxunula bilən bütün qurğuları təsvir etmək üçün istifadə edilən termin hansıdır? Bu nədir? Hardware terminidir. Və baxın, düzgündür və eyni zamanda niyə düzgündür? Bunu sizə göstərir. Gəlin ikinci sualda səhv yazaq. Dərsdə izah olunan təsnifata görə bankomatlar və xəstəxanadakı ürək döyüntüləri üçün cihazlar xüsusi müxtəlif işlər üçün kompüterlərdir. Gəlin bunu səhv yazaq, mini kompüterlər yazaq. Yanlışdır deyir və yanlış olduğunu izah edir. Burada da niyə doğru olduğunu izah edir. Bir dənə də suala baxaq. Aşağıdakı fərdi kompüter növlərindən hansında sistem blokunun əsas komponentləri birbaşa monitorun arxasına yığılır? Bu all-in-one PC-lərdir, monobloklardır. Belə və sonrakı düyməsini vurmaqla digər testləri də keçə bilərsiniz. Süni intellektlə işləyəndə bu geri bildirim hissəsindən də istifadə edin.
geri bildirimlər bir növ süni intellekti təkmilləşdirməkdə rol oynayır. Yəni əgər burada yaratdığı hər şeyi bəyənirsinizsə, onda burada iyi içərik deyin, like düyməsi də bir növ. Bunu vurun ki, bir növ siz dəstək olasınız süni intellektin təkmilləşməsinə. Bunu da bağlayırıq və keçəcəyik növbəti hissəyə, infoqrafik və slaytlara. Bu arada bir kənara çıxma eləyəcəm. Bildiyiniz kimi, bəlkə də bilmirsiniz, Udemy kursum var süni intellektlə bağlı. Mən Udemy-də hazırladığım süni intellekt kursunda ChatGPT, Gemini, Google Gemini və hal-hazırda sizə tanıtdığım bu notebook elm haqqında detallı videolar hazırlayıram, yerləşdirirəm. Və əgər siz süni intellektlə daha yaxşı işləmək istəyirsinizsə, özünüzü bu sahədə təkmilləşdirmək istəyirsinizsə, ChatGPT, Gemini və notebook elmlə bağlı olan Udemy kursuma qoşula bilərsiniz. Videonun aşağısında mən ətraflı məlumatlar, link və s. yerləşdirəcəm. Oradan kursa keçə bilərsiniz, kursla tanış ola bilərsiniz. Deməli, indi keçəcəyik bu infoqrafik hissəsinə. İnfoqrafik qrafiki olaraq mövzunu sizə izah edir. Betadır, xətalar ola bilər, amma yenə də gəlin bir gözdən keçirək. İnfoqrafik, buradadır. Bunun üzərinə vururuq və kompüterin aparat bələdçisi adında belə bir şəkil açılır. Təbii ki, endirə bilərsiniz, şəkil kimi incələyə bilərsiniz. Kompüterin aparat təminatı, sistem blokunun daxili dünyası, sol tərəf, sağ tərəf, hər yerdə məlumatlar var. Gəlin biz sol tərəfə yaxınlaşaq, baxaq görək nə deyir. Kompüterin təsnifatı, kompüterin 3 əsas qurğusu, burada xüsusi təyinatlı kompüterlər, fərdi kompüterlər haqqında danışır. Biraz aşağıya doğru düşək. Burada fərdi kompüterin növləri haqqında danışır. Biraz hərflərdə problemlər var kimi görünür. Ola bilər ki, burada çox məlumat var, ona görə olsun və yaxud da beta variantı olduğuna görə olsun. Bu hissələrdə bir sürətli baxaq. Periferiya qurğuları, giriş qurğularını burada yerləşdirib, çıxış qurğularını yerləşdirib, giriş-çıxış qurğularını yerləşdirib, xarici yaddaş qurğularını yerləşdirib. Belə. Və aşağı tərəfdə yenə müxtəlif məlumatlarımız var. Ortada sistem bloku və s. haqqında danışır. Dediyim kimi, ola bilər ki, buralarda müxtəlif hərf səhvləri də olsun. Portlar, USB, HDMI, LAN. Portları düzgün yazıb, sadəcə biraz hərflərlə bağlı problemlər var. İnfoqrafikdə budur. Yəni, mövzunu şəkil vasitəsilə izah edir, konspekt olaraq istifadə eləmək olar və mənim ən çox xoşuma gələn xüsusiyyətlərdən birinə gəldik. Bu, slaytlardır. Bunun üzərinə vururuq və slaytlara, səhvən slayt yaratmanı başlatdım. Slaytları buradan yaradırsınız. O heç, onu bayaq onsuz göstərmişdim. Gəlin buradan slaytları tapaq. Haradadır slaytlar? Burada. Və aşağıya doğru buradan gedib belə sürətli baxa bilərsiniz və ya detallı bunu endirə bilərsiniz. PDF olaraq kompüterinizə endirə bilərsiniz və PDF olaraq incələyə bilərsiniz. Daha yaxşıdır. Və yaxud da baxın buradan start deyib tam ekran nümayişə baxa bilərsiniz. Kompüterin aparat təminatı, hardware, rəqəmsal dünyanın anatomiyasına səyahət. Maraqlı bir alt başlıq yaradıb burada. Klaviaturanın oxları vasitəsilə hərəkət edirəm. Hər şeyin başlanğıcı hardware, software-dir. Aparat təminatı, proqram təminatı. Şəkilləri də çox gözəl qoyub. Diqqət edin, qurğular burada, proqramları təmsil edən müxtəlif şəkillər də bura əlavə edib. Arxa planda nəsə kodlaşdırma ilə bağlı bir şey qoyub. Burada Word-ün ikonunu qoyub, Zoom-u qoyub. Çox möhtəşəm hazırlayıb. Və davam eləyək. Kompüter aləmi, yəni çox yaxşı hazırlayıb. Əgər bu mövzu ilə tanışlığınız varsa, informatika ilə bir əlaqəniz varsa, həqiqətən də nə qədər möhtəşəm olduğunu baxanda görə biləcəksiniz. Yenə hərf səhvləri burada yəqin ki olmayacaq. Düzdür, bu da beta idi. Amma yenə də siz də bir baxın, mən hələ ki bir problem görmürəm. PC ailəsi fərdi kompüterin növlərini burada göstərib. Keçək növbəti hissəyə. Standart model, stolüstü kompüterin 4 əsas hissəsi, sxem, hər şeyi bir-bir göstərib, detallı yazıb. Aşağıda vacib qeyd, sistem bloku prosesor deyil. Azərbaycanda bir problem var. Hardan bilirsə bu o problemi. Bu qutuya prosesor deyirlər, halbuki o sistem blokudur, onu qeyd edib. Və siçan, klaviatura, monitor. Bu çox gözəl bir dizayndır, çox gözəl hazırlayıb. Ola bilər ki, xətaları var, bilmirəm xətaları var yoxsa yoxdur. Amma ümumi görüntü, izzat çox gözəldir, hər şeydə ayrı-ayrılıqda yazıb. Daimi yaddaş qurğusu, hard disk və SSD faylların və proqramların uzun müddətli saxlandığı depo, anbardır. Əla, qida bloku, bütün komponentləri elektrik enerjisi ilə təmin edir, deyir. Güc mərkəzi prosesor, belə prosesor, takt tezlik, nüvə sayı, keş yaddaş, bunlarla bağlı yazıb. Şəkillərə baxın, kölgə effektinə baxın, hər şey. Yəni mən belə bir şey hazırlamağa çalışsam, bəlkə də bir gün vaxtım gedəcək, amma bu sadəcə 10 dəqiqə və ya daha az bir vaxt ərzində belə bir çox gözəl təqdimat hazırlayıb. Video kartı izah edir, baxın. Video kart
önəmi nədir, videolarda daha çox önə çıxır və s. bunu qeyd edib. Çox vaxt getməsin deyə sürətli gəlirəm. Daimi yaddaş, kompüterin arxivi. Hər şeyi özündə saxlayır axı ona görə. Və baxın, normalda mövzunu izah edəndə deyirik ki, hard disk və SSD kompüterin deposu olaraq istifadə olunur. Hard disklər köhnə texnologiyadır, SSD-lər daha yenidir və daha sürətlidir. Baxın, götürüb bu hard diskin altına tısbağa işarəsi qoyub, sürətin zəif olduğunu göstərmək üçün SSD-yə də raket qoyub. Yəni, müəyyən yumor hissi də var bunun və çox möhtəşəmdir bu. Aşağıda da hər biri haqqında müəyyən məlumatlar verib. Disket, USB flash yaddaş, CD, DVD diskləri də bura əlavə edib. Və yenə giriş qurğuları, çıxış qurğuları, hər iki tərəfli əlaqə, giriş-çıxış qurğuları haqqında məlumatlar verib. Bunların elə hamısı mənim materiallarımda olan məlumatlardır. Belə. Və artıq slaytları da yekunlaşdırdıq. Bu videoda mən sizə Notebook LM haqqında ümumi məlumat vermək istədim. Təkrar bir də qeyd edirəm, bəzən bu kimi videoların altına yazırlar ki, bu ödənişlidir və s. Ödənişli deyil. Ödənişli versiyası var. Ödənişli versiyadan da istifadə edə bilərsiniz. Misal üçün, adi halda bura hər hansı bir qaynaq əlavə eləmək istəyəndə sağ tərəfə baxın, 50 dənə əlavə edə bilirsiniz. Ödəniş etdikdə səhv eləmirəmsə 300-ə qədər artır bu qaynaqlardan istifadə sayı. Yəni, onsuz da 50 qaynaq kifayət qədər çoxdur da. Mən sadəcə burada 4 dənə qaynaq istifadə edim və kifayət qədər möhtəşəm mənə nəticələr verdi. Yəni, ona görə ödənişsiz formada rahat bir şəkildə bundan istifadə edə bilərsiniz. Müəllimlər, tələbələr və xüsusilə, məsələn, sosial şəbəkələrdə paylaşmaq üçün videolar sizə lazımdır, maarifləndirici videolar və s. Materialları internetdən tapın, etibar elədiyiniz mənbələrdən materialları götürün, yerləşdirin bura və bundan sonra da videoları hazırlasın. Və yaxud da tutaq ki, səs, podcast hazırlasın, səsin altına özünüz şəkillər qoyub onu video formatına gətirə bilərsiniz. Bir çox fərqli sahələrdə istifadə oluna bilən möhtəşəm bir süni intellekt alətidir. Yəni, Google düzdür, süni intellektdə başlanğıcda biraz ChatGPT-dən geri qalırdı, OpenAI-dən geri qalırdı. Amma son aylar 2025-in ortalarından sonra möhtəşəm bir irəliləyiş elədi və hal-hazırda demək olar ki, öz funksiyalarına görə bütün süni intellekt alətlərini geridə qoyub. Belə videonu yekunlaşdırıram. Ümid edirəm ki, videonu bəyəndiniz, Notebook LM-i bəyəndiniz və yenə bir də qeyd edirəm, əgər mənim Udemy-də hazırladığım süni intellekt təliminə qoşulmaq istəsəz, məlumatlar videonun aşağısında mövcuddur. Oradan keçə bilərsiniz, kursla tanış ola bilərsiniz. Endirim kodunu da orada qeyd edəcəm. Endirim kodundan da istifadə edərək uyğun qiymətə kursu əldə edə bilərsiniz. Sağ olun, növbəti videolarda görüşərik.